Değerli izləyicilər, müştərinin şikayəti Y6 xəta kodu ilə bağlı idi və kombilərdə bir çoxlarında. Y6 xəta kodu bu fanla bağlı olan bir problemdir. Yəni havalandırma ilə olan problemdir. Bu gördüyünüz bu fanın bu kılçatkası çirklənəndə, toz olanda və ya içinə müəyyən bir yaz bir şey daxil olanda, bu trubkalarda tutuq olanda xəta kodu verir və belə deyək də, qarelka işə düşmür. Alovlanma getmir. İndi mən sizə göstərəcəm bunun halı nə gündədir. Görürsünüz. Vanguard kombisi idi. Müştəri çağırdı və şikayətləndi ki, kombini resetləyir, işə düşmür, resetləyir, işə düşmür. Başlıca səbəblərdən biri odur. Eğer fan işləyirsə, çiftli deyilsə, fanına, presostatına, yandaki olan o 4 gün presostatına və ya plakasına baxa bilərsiniz. Videomuz faydalı olduysa beğenin, kanala abone olmayı unutmayın.